Salamlayıram izləyənləriniz. Deməli, belə bir tekstil labo istifadə edirik. Niyə üst-üstə qoyub kəsirəm? Çünki bu tekstillər işlədənlər bilir, stiki bilinən tekstillər sırasındadır. Yəni birləşmə yeri bilinir. Burada da birləşmə yerini palasanın qırağına yox, saya yerinə veriblər. İndi kursokda göstərərəm. Saya yerinə veriblər, ona görə də stik bilinir. Baxın, belə görürsünüz, anatomlu yerinə veriblər, ona görə də bilinir. Mən onu palasanın qırağından kəsirəm ki, birləşmə yeri bilinməsin. Bir də üstünə kley də çıxmamalıdır. Kimsə qarşısına çıxarsa, kley çıxdıqda ləkəsi qalır. Baxın, belə zolağın qırağından kəsilir və heç bir problem görsənmir.